Ramiz Mehtiyevin həbsi ilə bağlı, ev dustaqlığı ilə bağlı qəti imkan tədbirinin seçilməsi bu təsadüfi deyil. Və onun 1995-ci ildən ta 2019-cu ilə qədər 24 il müddətində prezident administrasiyası rəhbəri kimi yüksək vəzifə tutub. Sonra isə 19-22-ci illərdə İlm Akademiyasının prezident vəzifəsində olub. Yəni həm siyasi hakimiyyətdə, həm də ki ictimai fəaliyyətlə məşğul olub. 22-ci ildən isə artıq heç bir vəzifə tutmur, amma tutur. Deməli, Təhlükəsizlik Şurasının üzvüdür. Veteranlar Şurasının üzvüdür, Yeni Azərbaycan Partiyasının. Və o ki, qaldı ittihamlarla bağlı məsələlərə. Əvvəla qeyd edeyim ki, ittiham tərəfi kimi Dövlət Təhlükəsizlik Xidməti çıxış edir. Onun İstintaq Baş İdarəsi artıq Ramiz Mehtiyevə qarşı cinayət işi açıb. Və qeyd etdiyiniz kimi çox ağır ittihamlardır, çox ağır ittihamlardır. Mənə elə gəlir ki, bizim cinayət məcəlləsində, cinayət prosessual məcəllədə 274-cü və 278-ci maddələrin ağır maddələr yoxdur. Dövlətə xəyanət 274, 278-ci il bu artıq hakimiyyətin zəbt edilməsi ilə bağlı məsələlər özündə etifa edir. Zorla hakimiyyəti ələ almaq, saxlamaq məsələlərini. Və bu həm də onun başqa bir izahı odur ki, yəni konstitusiyon quruluşu devirmək və zorla devirmək. Və üstəgəl də söhbət konstitusiya ilindən gedir. Konstitusiyamızın qəbulunun 80-ci, biz 30-cu il dönümünü qeyd etməyə hazırlaşırıq. Və bu reallıqda təbii ki, son dərəcə ağır ittihamlardır. Sonuncusu 193-cü maddə bu iqtisadi cinayət məsələlərinin özündə etifa edən bir maddədir. Amma iki maddə, dediyim kimi, ondan ağır mən cinayət məcəlləsində maddələr tanımıram. Və Dövlət Təhlükəsizlik Xidmətinin vəsatəti əsasında da bilirsiniz ki, Səbail rayon məhkəməsi məlum qərarını qəbul edib 4 ay müddət. O ki, qaldı sizin sualınızın başqa bir hissəsində dediniz ki, mənimlə onun hər hansı bir ünsiyyəti, söhbəti və s. Yəni mən hələ indiyə qədər Ramiz müəllimdən deməli bir salam əleykum, əleyk salam belə olmayıb. Yəni heç üz-üzə gəlib bir kəlmə kəsməmişik. Yəni hətta bu baş verməyib. Yəni görünüşümüzün xarakteri elə olub ki, yəni bu baş verməyib. Buna ehtiyac olmayıb. Ona görə də onunla mənim heç bir indiyə qədər ünsiyyətim olmayıb. Elementar ünsiyyəti deyirəm də salam əleyk salam. Hətta buna qədər belə olmayıb. Ancaq efirdən, televiziyadan, qəzetlərdən, yazılarından tanımışam. Amma sizin ondan aranızda bir gərginliyiniz olub. Bu xüsusilə Elmlər Akademiyasındakı vəzifəsindən uzaqlaşdırılmaq. Yox, uzaqlaşdırılmasına bağlı yox. Onun pandemiya dövründəki toyların keçirilməsi qadağan idi. Belə olan vəziyyətdə o, deməli, nəvəsindən toy etməsi ilə bağlı məsələyə mən ideoloji sahədəyəm, Yeni Azərbaycan Partiyasında. Bu kimi məsələ təbii ki, mən mövqe bildirməliyəm, mənim də öz rəy bildirməliyəm. Orada da olub və daha sonra bu Elmlər Akademiyasının uzaqlaşdırılması məsələsində də bir çox deputatların adını çəkdi ki, bunları məhkəməyə verir. Yox, mən elə onu deyirəm də, mənim onunla bağlı fikirlərim həmin vaxtı qanunu pozub toy etməsi ilə bağlı məsələ idi və mövqeyim də belə idi ki, heç kim qanunun fövqündə dayana bilməz. Qanun, hamı qanun qarşısında deməli məsuliyyət daşıyır və bu baxımdan hansı vəzifəni tutmağından asılı olmayaraq heç kimin xüsusi səlahiyyəti yoxdur. Bunları söyləmişdim və bəli, mənim də o zamanlarda bir 15 nəfərə qədər insanı məhkəməyə verəcəyini hədələmişdi və mən də o siyahıda idim. Ancaq mən o faktı, mən ümumiyyətlə nitqimdə, danışığımda o şeyləri söyləyirəm ki, sabah məni birdən məhkəməyə verəndə mən yenə də öz mövqeyimi dəyişməyim. Məsələn, toyla bağlı məsələlər, məlumdur, faktlar var, argumentlər var, bütün görüntülər var və mən onu deyirdim. Ondan uzağa gedən bir fikrim yox idi. İndiki halda da mənim mövqeyim necədir? Mən Milli Məclisin deputatıyam. Yeni Azərbaycan Partiyasından təmsil olunur Milli Məclisdə. İstədiyim ifadəyə, istədiyim sözə görə məsuliyyət daşıyıram. Və ona görə də hal-hazırda və Ramiz Mehtiyevlə bağlı onun ev dustaqlığı ilə bağlı qəti imkan tədbiri seçilib. 4 ay müddətə. İndi sual yarana bilir ki, niyə 4 ay müddətə? 4 ay müddət onunla bağlıdır ki, bu bayaqdan söylədiyimiz ittihamlar var, cinayət məcəlləsinin ən ağır maddələri üzrə. Bu 4 ay müddət istintaq prosesinin üçün lazımdır ki, görək doğrudanmı bu ittihamlar, bu şübhələr o təqsirkar şəxs qismində saxlanılıb da, doğrudanmı təsdiqini tapır? Doğrudanmı deyilən ittihamlar həyatda təsdiqini tapır? Yoxsa ola bilsin ki, ittihamlarda sonra dəyişmələr də olur. Dəfələrlə bunu görmüşük. Bir ittiham başqasına əvəz olunur və s. Ona görə də biz fikir söyləyərkən fərqindəyik ki, bir təqsirsizlik prezumpsiyası var. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə insan o zaman
cinayətkar hesab edilir ki, bununla bağlı məhkəmənin adekvat, müvafiq qərarı olur. Və belə bir qərar yoxdur. Hal-hazırda ittihamlardan söhbət gedir. O təqsirkar şəxs qismində saxlanılıb. Ona görə də mən ifadələrimdə məhz hüquqi dövlət olaraq, parlamentin üzvü olaraq o fikirləri səsləndirirəm ki, o fikirlər qanuna uyğundur. Bəli, ittihamlar var, ağır ittihamlardır, amma indiki məqamda hələ ki istintaq prosesi gedir deyə biz o cinayətkardır və sair kimi ifadələr hələ işlətmirik. Hələ təqsirkar şəxsi biz hüquqi dildə danışırıq da, məsələ hüquqi baxımdan yanaşmadır. Və indi istintaq prosesində ola bilsin ki, elə faktlar, elə argumentlər üzrə çıxacaq ki, həmin o maddələr hələ sıraları genişlənə də bilər və yaxud da ki, maddələrdə dəyişiklik baş verə bilər. Ona görə indidən fikir söyləmək çətindir, həm də istintaq prosesinə müdaxilə etmək olmaz. İstintaq sirri deyilən bir şey var. Və ona görə də mən hesab edirəm ki, bu 4 ay müddətində çox həqiqətlər üzrə çıxacaq. Həm də onun da fərqindəyəm ki, dövlət təhlükəsizliyi kimi çox ciddi bir qurum. Bax, hər birimizin, hər bir vətəndaşın, dövlətin təhlükəsizliyini təmin edən peşəkarların cəmləşdiyi dövlət təhlükəsizlik xidmətində çox vətənpərvər insanlar işləyirlər. Və onlar əgər bu kimi ittihamlarla çıxış ediblərsə, bu kimi məsələlər dilə gətiriblərsə, deməli bu məsələnin olduqca ciddiliyindən xəbər verir.